Dostlar salam, hər birinizi salamlayıram. Bildiyiniz kimi tezliklə Rövşən İsaqın möhtəşəm layihəsi başlayır və bu layihədə ən məsuliyyətli işi bizim dostumuz, sevimli aktrisa Ləman Abbaszadə görür. Ləman, xoş gördük. Bütün tamaşaçılarımızı salamlayıram. Anonsumuz artıq efirdə yayımlanır və tamaşaçılara onu demək istəyirəm ki, siz qurd yağına elə ilk bölümdən baxdığınız andan həyatın özünü görəcəksiniz. Odur ki, bizi izləməyi unutmayın. Tezliklə görüşünüzə gəlirik. Bu Ləmandan ilk açıqlama idi sosial mediada. Siz səhifəyə abunə olun, videonu bəyənib paylaşın və ürək sözlərinizi yazın ki, bu möhtəşəm heyətdə əsas rollardan biri də sizin qarşınızda olan bizim əziz dostumuz Ləman Abbaszadə. Həm aktrisa, həm jurnalist və gözəl tədbirlərin aparıcısı kimi artıq tamaşaçıların və xalqımızın rəğbətini qazanan bu gözəl Azərbaycanlı qızı. Çox sağ olun. Uğurlar arzulayıram sənə və bütün tamaşaçılarımıza. İnşallah görüşərik. Hələlik.